Dietoloqlar deyirlər ki, göbəkdən vurulan arıqlama iynələrini vursanız onkoloji xəstə olacaqsınız. Mən hətta onkoloji xəstələrə də kök olanda bu iynələrdən vururam. Onların onkologiya ilə heç bir əlaqəsi yoxdur. Bunu onkoloq Anar Məmmədov Astar TV YouTube kanalında müsahibəsində deyib. Həkim həmin iynələrin möcüzəvi tərkibə malik olduğunu, bədəndəki insulin direncini qırdığını bildirib. Dietoloqların dediyi yarım xiyar, yarım avokado ilə arıqlayaraq daha böyük risk daşıyır. Bunları vurmağın heç bir riski yoxdur. Kim məndən o dərmanları soruşursa, həm sağlam adamlara, həm də onkoloji xəstələrə deyirəm ki, vursunlar. O iynələr möcüzədir. Onların tərkibi semaglutiddir. Bədəndə olan insulin direncini qırır və insanı çox yaxşı arıqladır. Anar Məmmədov bəzən bu iynələrdən istifadə edən şəxslərin komaya düşməsi ilə bağlı deyilənlərə də münasibət bildirib. Onlar düzgün istifadə etmirlər. Normalda bu iynələr 0,25 ilə başlanılır, sonra 0,5, 0,75 və s. Hər 4 həftədən bir artırılır. Bir də var ki, bir adam istəyir sürətlə arıqlasın. Birdən-birə ən yüksək doza ilə 15 ilə başlayır. Axı bu zaman mədaltı vəzi zərər görür. Hər şey belədir. Yüksək doza ilə başlasanız zərər görərsiniz. Rahat-rahat kim istəsə arıqlama iynəsi vura bilər. Adamlar var ki, onkoloji xəstəliyi olub, müalicə olunub, sonra sürətlə kökəlir. Mən ona məsləhət görürəm ki, həmin iynədən vurdursun. Çünki dünyanın bəlası artıq çəkidir.